Salam dostlar. Bu uzun video olacaq və mən sizə burada kriptovalutaları və onları hansı birjalardan almaq daha sərfəlidir və necə alırsan, mən sizə onu başa salacağım. Almağı indi göstərməyəcəm, amma kriptovalutanı analiz eləməyi bir Azərbaycanlı kimi borcumdur, öz həmvətənlərimə öyrədim. Beləliklə, bu cür etməlisən. Birinci, CoinMarketCap-i açırıq. CoinMarketCap ümumi kriptovalutanın volümu, yəni qiyməti və onların hər biri haqqında burada ilkin anlayışı öyrənirik. Birinci, top 100-ə baxırıq. Əsas top 100-də gördüyümüz kriptovalutaların həcmi, yaşıl, qırmızı bunların qalxış eniş senaryosunu, yəni düzlümünü göstərir. Sadəcə mən sizə bunun nə olmağını başa salacağım. Market cap ümumi kriptovalutanın dəyəri 3.06 trilyondur. Bu 3.6 trilyon market dəyəridir. Deməli, top 100 və top altcoin'lara baxaq. Burada isə option coin'ları siyahısı göstərilir. Və bir də baxaq, top 100-ə və top 500-ə baxaq. Top 500-də USTC kimi Amerikan pulu göstərir. Gəlin sizə qısa bunun girişinə baxaq. Bura bastıq. Always hamısı məlumatı haqqında göstərir. Baxın, burada kriptovaluta bu 1 dollardan gəlib düşüb bura. Bu neçənci ildə baş verir? 2000 üzərinə baxdıqda 2022-ci ilin 6-cı ayın 7-ci ayında 1 dollar olubdu. İndi isə 2026-da 0.0107-nə qədər də gedir. İndi isə biz bunun piyasa həcminə baxaq. Bunun piyasa həcmi 8 milyarddır. Maksimum stabilitəsi göstərilmir. Biz bunu digər kriptovalutalarda araşdırmaq istəyiriksə, biz burada bunun hansı tokenimizdə olmağı və harda olmağını axtaraq. 30 gündə və yaxud da 1 ildə. Biz bura daxil olduqda görürük ki, ümumi market cap'dəki bu kriptovalutanın bazardakı pul həcmi 39.63 milyondur. Volümü isə 13'dür. Volüm o deməkdir ki, 13 milyon burada alınıb satılır. 13 milyon kripto alınıb satılır. Market cap'in 33.43% bu volümün daxilində algı-satqısına daxildir. Full derivatives market cap isə bunun dəyərini göstərir. Full dəyəri isə 43 milyon 200 milyon dollardır. Burada isə total security, maksimum security'ni yenə göstərmir. Bu total 500-dədir. Mən sizə bunu alın deyə bilmərəm. Amma gəlin bunun 1 dollar üçün olan dəyərini hesablayaq. Bu qədərdir. Görək, 1000 dənə alsaq 7 dollar həcmi olur. Amma bu 1 dollara qalxsa 7 dollarımız qiyməti olacaq 1100 dollar. Demək, burada hardasa biz qazanırıq 992.34 sent. 992 dollar 34 sent burada qazancımız olur. Bu qədər 1100 dollar olmağı yox. 1000 dollar olarsa 1000 dollar olarsa 992 dollar qazancımız olur. 100 dollar da üstə gələndə hardasa 1000 dollar 1092 dollar
9 sent saat dəyər olur. Əgər biz bundan 11.000-dən alsaq 77 dollarlıq və biz bunu gözləsək 1 dollar olduqda USTC Amerikan şeyi, bu coin'i, bunun dəyəri artır və göstərir. Və biz bu tokeni ulduzla işarələyək. Gələcəkdə buna baxa bilərik. Top 500-dən bunu seçib ala bilərik. Və bunun hansı birjalarda olmağına isə gəlin baxaq. Market caplərdə, Solano'da və digər coinlər bu stabil coinlə dəstəklənir. Və bunun hansı kateqoriyada olmağını, Revayada nə qədər olmağını göstərək. Revaya qızılda və digər kriptovalyuta və səhim sənədləri və daha qeyri-məqul sənədlər Revaya gedir dostlar. Sənədləşməsi. Gəlin biz burada DOX'u analiz edək. DOX coin'i analiz edək. Mənim ən sevdiyim coin'dir və bunun dəyərinin artması gözlənilir. Amma gələcəkdə. Gələcəyə hələ çox var. Hələ ki 2026 təzə başlayıb dostlar. Bugün yanvar ayının 3-üdür. Baxdığımızda görürük ki, burada volüm bu qədərdir. Ən aşağı qiymət 0.4 dənə 0 23.85 sent olubdur. Biz bunu kalkulyatora çevirdikdə, biz məsəl üçün burada 1 milyon dənə token, 1 milyon 100 min token aldıqda 47 dollarımız sərf eləyəcəyik. Demək, USTC-dən aşağı dəyərdədir və bu qədər coin alınır. Və yaxşı, bu qədər coinimiz qalxdıqda, yəni qiymət artımı olduqda nə baş verə bilər? 1 milyon 100 min token, üzr istəyirəm, 1 milyon 100 min token vururuq 2 qəpiyə. 2 qəpik artdıqda, məsəl üçün, vuraq 0.02 sentə. 22.000 dollar qazanc eləyir. 47 dollarımız 22.000 dollara qalxdı. Gəlin yaxşı, biz bunu 10 qəpik hesablasaq, bu 110.000 dollar nəzərdə tutulur dostlar. Dostlarım, burada bunu alırıq. Biz burada daxil olduqda, məsələn, bu tokeni almaq istəyirik. DOX tokenini almaq istəyirik. Biz daxil oluruq Binance-ə. Binance-də bazar var. Bazara daxil oluruq və bazara basırıq. Stopda qiymətlərə basırıq. Və burada gördüyünüz kimi tokenin adını yazırıq. Bura yazaq. DOX token. DOX token əlbəttə ki Binance birjasında var dostlar. Əgər Binance birjası sizdə yoxdursa, mənim videonun altına qoyduğum referans linki vasitəsilə qoşula bilərsiniz. Həm siz qazana bilərsiniz, həm də ki mən dostlar. Gəlin buradan 47 dollarlıq aldıqda üstə 58 sent 110 min DOX nə qədər coin eləyirsə, məsəl üçün 1 milyon 101 min 388 token eləyir. Dostlar, bu qədər token. Gəlin biz bunu qiymətini 4 qəpiyə qalxıdıraq. Bu qədər dostlar. Bu qədər tokenin qiyməti artır. Yəni, bu qədər hesaba görə 4 qəpik olduqda bu tokenin qiyməti bu qiymətə gəlir dostlar. Bu tokenin qiyməti baxa bilərsiniz. 47.579 USTC və bunu 14 qəpik eləsək 157.718 dollar eləyir. Gəlin bu tokenin arzına baxaq. Mən sizə bunu riyazi qaydada öyrədəcəm. Baxın dostlar. Burada həcm göstərir. 9 milyon dollar həcm var. Tamamilə sərmayə bazarında 23 milyon dollar həcmi var dostlar. Ümumi tokenin arzı dövriyyə təchizatı 550 milyarddır. Arzdır. B milyard deməkdir. Ümumi təchizat 550 milyard arzdır.
Verilmə tarixi 2024-cü il. Ən yüksək qiymət %16 sentdir. Mində 16 sent və dövriyyələri var dostlar. Bu 2024-08-28-də. Yəni çıxma tarixindən 2 gün sonra qalxdığı dəyərdir və çıxma tarixindən 1 il sonra düşmə dəyəridir. Yəni 2025 10-cu ay 11-i düşmə dəyəri budur dostlar. Yəni hesabladıqda hardasa 1 ilə bu qədər tokenin dəyəri düşübdür dostlar. Bu fürsətdir. Nəyə görə? Baxırıq dövriyyədəki həcmi bu qədər. Gəlin tokeni hesablayaq. Tokenin dəyəri niyə 1 qəpik və ya 10 qəpik hesabladıq? Tokenə məsəl üçün ən azı bəxtimiz gətirsə 50 milyard pul girsə, bu 50 milyondur. 50 milyard pul girsə, bu 5 milyarddır. 9 sıfır dalında var. Bir dənə də sıfır bölünsün ümumi tokenin sayına 550 milyarda. Bir dənə də sıfır. Bunun dəyəri 9 qəpik oldu. Yəni bəxtimiz gətirsə, bu tokenə bu qədər pul girsə, bu tokenin sayı bu qədər olur. Yəni indi isə tokenin sayına baxaq. Tokenə girən pulun sayı 23 milyon dalına baxaq. 700 nə qədərdirsə, daha belə deyək. Bunu sıfırlayaq. 23 milyon 700 min dalına da belə sıfırlar. Vay bətxu. Bu bölünsün ümumi tokenin sayına. 550 milyarda bölünsün. Burada nəsə səhvlik var. Bir dənə sıfırı artıq eləmişik. Budur dostlar. Gördüyünüz kimi tokenin sayı, qiyməti yəni. Al qiymətinə girik. 4 dənə 0, 43 0. Baxın. 3 dənə 0, 43 0. Demək burada bir rəqəmi səhv eləmişik. Çünki burada qiymətlər dəyişə bilər. Məsələn, bir rəqəmini silək. Budur dostlar. Qiymətin bu qədər olmasını göstərir. Yəni, başqa bir token də hesablaya bilərik. Məsələn, burada girək ton token. Məsələn, ton nöqtənin tokenini mən sizə danışacağım. Bu ton ağında çıxan bir coindir. Bazara girdik. Burada yazdıq ton. Tonun ümumi sayını böləcəyik biz nəyə? Bunu bəyənək. Məlumat. Bazar həcmi dövriyyədəki təzə 2.42 milyarddır. 2.42 milyard. 159.93 nə qədər pul buna girib. Buna da belə baxmaq üçünsə market cap dəyərinə baxmaq mümkündür dostlar. Market capdə tam dəqiq göstərir. Qəpiyinə kimi market capdə pulu göstərir. Burada yönləndirir səni market cap və burada token haqqında məlumatları göstərir. Bu qədər UST buna giribdir. Tərkibində 10.000 dənə UST var. Ümumilikdə UST-nin sayı 21 milyon Bitcoin-in sayı 21 milyonuna görə bunun qiyməti qalxıbdır. Onun tərkibində 3 milyard pul oldu. Trilyon pul olduğuna görə, 2 trilyon pul olduğuna görə yerdə qalan isə digər kriptovalutaların həcmi market capdə göstərir. Dostlar, kriptonu hesablamağı bildiniz. Yəni bu qədər sadədir. Yəni market cap'in
kriptovalyutanın. Əgər lazım olarsa sizə MarketCap'in linkini qoyacağam. Rahat tapa bilərsiniz və digər kriptovalyutaların linkini qoyaram. Və sizə başqa kriptovalyutalar haqqında izah edə bilərəm. Yəni burada fürsətlər çoxdur, amma sizə lazım olan əsl fürsət zamandır. Əgər sizin zamanınız varsa, bunu gizlətməliydim mən. Əgər sizin zamanınız varsa, yəni siz qazanc əldə edəcəksiniz. Əgər sizin zamanınız yoxdursa, tələsəcəksinizsə, onda siz kriptovalyutada itirəcəksiniz. Hər bir halda stopda gözləməyi bacarmalısınız və böyük səbriniz olmalıdır. Hər bir halda kriptovalyutanı stopda gözlədikdən sonra almağı da, qalxdıqdan sonra isə satmağı da bacarmalısınız. Tamahınıza güc gəlməyin. Yəni bacardığınız qədər tamahdan üstün olun, tamahınıza güc gəlməyin, səhv dedim. Amma çalışın ki, burada itirməyəsiniz. Bax, digər tokenlər görürsünüz, sayını, arzını. Neçənci sırada olmağına baxın, dostlar. Burada sizə önəmli olan tokenin sırasıdır. Mən 500-ə qədər, məsəl üçün, bu token inanıram. Amma 500-dən aşağılar qorxuludur, dostlar. Həm itirə bilərsiniz. Bax, Venom özü bir cüzdandır. Amma coin'i var. Və sizə bir dənə də cüzdan göstərəcəm. Bu fürsətdən istifadə edərək. Bu cüzdan, bu mənim aldığım Simple tokenlər airdroplarındandır. Yəni, bunun da linkini videonun açıqlamalar qismində qoyacağım. Siz buradakı fürsətlərdən yararlana bilərsiniz, dostlar. Bax, kampaniyalar var. Sadəcə bir-iki dənə yəni kripto ilə məşğul olanlar bilir. Yəni bir-iki dənə burada yəni bura yatırım eləyib ki, ondan sonra başqa bir coinə çevirsəniz, transaksiya eləsəniz, siz burada əlavə olaraq USTC, yəni dollar qazanırsınız. Yəni bu şansı qaçırmayın. Hələlik dostlar, videonu bəyənməyi, dostlarla paylaşmağı və daha da ətrafımız böyüməsi üçün kanalımıza abunə olmağı və videonun açıqlamalar qismındakı linkləri basmağı unutmayın. Siz də qazanın, biz də qazanaq. Biz sizləri qazanaq, siz isə bizim təcrübələrimizi qazanın. Hələlik dostlar.